Bəli, müəllimə. Bəli, Gəlir. müəllim. Deməli, müəllimlər, Bəli, bugün müəllimə. mövzumuz olacaq tədris formaları, sinxron, asinxron və hibrid təhsil. Bunların ilk öncə deyim ki, əvvəllər ancaq onlayn təhsil sistemi kimi gedirdi, tədris sistemi kimi. Artıq indi deyirik ki, həm onlayn, həm də əyani olaraq tədris oluna bilir bunlar. Həm sinxron, həm asinxron. Gəlin görək, sinxron nədir, asinxron nədir, hibrid nədir? Və sinxron təhsil odur ki, müəllimlər, öyrənmə prosesi eyni anda, eyni məkanda həyata keçirilir. Bu nə deməkdir? Siz hal-hazırda, mənim hal-hazırda təşkil etdiyim tədris forması sinxron tədrisdir. Biz hal-hazırda eyni məkanımız Zoom-dur. Eyni zamanda saat 6-da biz görüşürük və siz canlı olaraq suallarınızı mənə ünvanlayırsınız, yerindəcə cavab alırsınız, ünsiyyətdə oluruq. Bu olur bizim sinxron tədrisi. Sinxron tədrisinin eləcə olaraq da, məsələn, əyani canlı dərslərdə də olur. Bir sinifdə müəllimlər, tutaq ki, həftənin 4-cü və 6-cı günləri fiziki tərbiyə dərsidir, saat axırıncı saatlar. Uşaqlar 4-cü və 6-cı günlər bilir ki, və məkanda məktəb sinifdə görüşürlər. Həmin zamanda eyni otaqda müəllimlərlə ünsiyyətdə olurlar, müəllimə sual verirlər, cavab alırlar. Bu, yəni əyani dərslərdə sinxron tədrisdir. Və sinxron tədrisin üstünlüyü odur ki, müəllimlər, şagirdlərdə ünsiyyət inkişaf edir. Ünsiyyətdə ola bilirlər. Yerindəcə rəy ala bilirlər müəllimlər. Baxın, siz tutaq ki, səhviniz oldu, siz mənə sual verirsiniz, mən yerində cavablandıra bilirəm. Görürsünüz üstünlüyünü. Daha sonra sosiallaşma, şagirdlərdə sosiallaşma baş verir. Çünki, məsələn, burada şagirdlərlə ünsiyyət varsa sosiallaşma. Bu da bizim oldu sinxron tədrisi. Bir də var müəllimlər, asinxron tədris. Asinxron tədrisdə biraz tədris forması fərqlidir. Necə fərqlidir? Burada müəllim materialları göndərir. Bir də onu deyim ki, sinxron tədrisin onlayn forması Zoom olsun, Google Meet olsun, digər platformalar üzərində təşkil olunur. Məsələn, bizim sinxron tədrisimiz Zoom proqramı vasitəsilə həyata keçirilir. Bizim məkanımız Zoomdur. Bir də var asinxron. Asinxronda isə müəllim hazır materialları göndərir. PDF olsun, YouTube-dan, daha sonra video çarxlar olsun, hazırladığı dərs materialları olsun. Bunları müəyyən bir platforma üzərində göndərir. Misal üçün, bir qrup olsun, WhatsApp qrupundan göndərir uşaqlara. Və uşaqlar artıq, uşaqların sərbəst qrafik cədvəli olur. Bu nə deməkdir? Müəllim vaxt qoyur. Tutaq ki, deyir ki, uşaqlar, bugün ayın 10-udur. Ayın, tutaq ki, deyirəm, ayın olsun 20-sinə ki, mənə təhvil verərsiniz. Burada artıq uşaqlar eyni anda, eyni məkanda söhbət yoxdur. Misal üçün, biri ayın 20-sindən tez hazırlayacaq, tez göndərəcək. Biri, məsələn, evdə oturub hazırlayacaq, biri gedəcək çöldə hazırlayacaq. Biri gündüz hazırlayacaq, dərhal tapşırığı. Biri gecə vaxtı olacaq, gecə hazırlayacaq. Yəni, uşaqlar artıq burada sərbəst qrafik üzrə hərəkət edirlər. Özlərinin həmçində burada uşaqlarda özlərində gərək güclü məsuliyyət olar. Onlarda metakognitiv bacarıqlar yaxşı inkişaf edir. Bax, sizə belə bir söz deyim. Elə müəllimlərin özünü deyim, şagirdləri demirəm. Elə müəllim var ki, məsələn, deyir ki, müəllimlər çox elə deyir. Deyir müəllim, müəllim, məsələn, məndən soruşmasaz, mən məsuliyyət hiss eləyib onu öyrənəsi deyiləm. Demək, həmin müəllimlərdə, həmin adamlarda daha çox sinxron tədris keyfiyyətli olacaq. Asinxron tədris keyfiyyət göstərməyəcək. Mən tutaq ki, materialı göndərdim, məsuliyyət hiss eləyib baxmadı heç, oxumadı. Məsuliyyət hiss eləmir axı, özündə məsələn metakognitiv bacarıq o qədər də güclü deyil ki, özünə bir cədvəl qura, bir rejim qura ki, mən bu saatda, bu vaxtı özü üçün deyirəm. Cədvəl qura ki, mən bu tapşırığı hazırlamalıyam. Çünki asinxron tədris şagirddən onu tələb edir. Və yenə deyirəm, müəyyən bir anda yoxdur. Burada, misal üçün, tapşırığı hazırlayıb göndərir uşaqlar. Canlı ünsiyyət yoxdur, canlı dərs açılmır. Müəllim onu cavablandırır, düzdür, rəy verir tapşırığına. Tutaq ki, göndərib ayın 15-i, müəllim cavablandırır ayın 17-si. Yəni, yerindəcə rəy yoxdur, yerində cavablandırma yoxdur. Amma sinxronda gördünüz, məsələn, siz mənə sual verirsiniz, mən yerində cavablandırıram sizin sualınızı. Amma asinxronda elə olmayacaq. Asinxronda siz tutaq ki, işləmişsiniz sualınızı, mənə tapşırığı göndərirsiniz müəllimə. Müəllim orada qiymətləndirməsi, cavab verməsi bir gün sonra da çəkə bilər, bir saat sonra da çəkə bilər, 2 gün sonra da çəkə bilər. Yəni, müəllim vaxtına baxır, nə vaxt oldu, baxır. Amma yekunda qiymətləndirəcək də, cavab verəcək.
O da olur asinxron tədris. Asinxron tədrisin də əyani və onlayn versiyası olur. Onlayn da müəyyən onlayn platformalar üzərində həyata keçirilir. Əyani forması da bilirsiniz nə üzrə? Bu əsasən layihələr hazırlanır. Layihələr bilirsiniz də uzun müddət alır. Olsun bir ayımızı alsın. Bu müddət ərzində müəllim müddət qoyur, şagirdlər bu müddət ərzində layihənin təqdimatını həyata keçirirlər. Aha, layihənin təqdimatı. Bu da oldu bizim asinxron tədrisimiz. Sonra val müəllimlər, hibrid təhsil. Hələ ona keçməmişdən qabaq sinxron və asinxron tədrisin üstünlükləri haqqında məlumat verim. Bax, bayaq dedim. Sinxron tədrisin üstünlüyü odur ki, ünsiyyət və əlaqə mövcuddur. Eyni anda, eyni mühitdə hamı yığışır, ünsiyyət və əlaqə var. Sonra bir-birindən bölüşmək. Təcrübələrini bir-birinə bölüşürlər. Çünki eyni mühitdə bir neçə şagirdlər olur, müəllim olur, bir-birinə bildiklərini, bilmədiklərini bölüşürlər, ünsiyyətdə olurlar. Əks əlaqədə olurlar. Operativ əks əlaqənin təmin olunması var sinxron tədrisdə. Sonra dərslər ardıcıl və sistemli təşkil olunur. Bax, məsələn, mən sizə vaxt qoymuşam. Deyirəm ki, bizim dərsimiz ardıcıl sistemi olaraq həftənin 4-cü və 6-cı günləri axşam saat 6-da təşkil olunur və eyni məkanda Zoom proqramı ilə. Görürsünüz, sistemli və ardıcıldır bizim dərsimiz. Bu olur bizim sinxron tədrisimiz və həmçinin də şagirdlərdə ünsiyyət, sosial bacarıq formalaşdırır. Niyə mən sizdən dərsi soruşuram? Deyirəm ki, fikrinizi ifadə edin. Yəni, siz şagirdlərdən soruşacaqsınız ki, fikrinizi ifadə edin, bunu necə izah edə bilərsən və yoxud tələbə yoldaşlarıyla şagird yoldaşlarıyla ünsiyyətə girir. Ona görə şagirdlərdə ünsiyyət, sosial bacarıqlar formalaşır. Bu, sinxron tədrisin olduğu müsbət cəhətləri. İndi gəlirik asinxron tədrisin müsbət cəhətlərində nə var? Şagirdləri öyrənmə prosesini özlərinə uyğun vaxt və tipdə qururlar. Yəni, özlərinə uyğun bir cədvəl, bir rejim müəyyənləşdirirlər asinxron tədrisdə. Daha geniş araşdırma, refleksiya imkanı yəni daha uzun müddət verirlər asinxron tədrisdə. Ona görə daha geniş, istədiyi məkanda, istədiyi yerdə videoya baxır. Videosu göndərmişəm, video material göndərmişəm. İstədiyi yerdə, istədiyi məkanda dərs tapşırığı izləyə bilər, baxa bilər. Bu asinxron tədrisin üstünlüyüdür. Sonra müstəqil və şəxsi məsuliyyət hissi güclənir. Yəni, biz bir növ metakognitiv bacarıq güclü olmalıdır ki, müstəqil şəkildə artıq həmin şəxs öz dərsini özünü tətbiq icra elə bilsin. Bax, misal üçün deyim. Asinxron tədrisin bir də mənfi deyim sizə. Onlayn dərsdir, göndərilibdir, telefon əlinizdədir. Siz tapşırıq yerinə yetirmək istəyirsiniz. Bir növ tutaq ki, Instagramdan bir bildiriş gəldi. WhatsAppdan bir bildiriş gəldi. Aha, fikriniz dayandı. Getdiniz Instagrama, onun dalınca başqa bir bildiriş, başqa elə vaxt itdiyib, bir də vaxtsız tapşırıq qaldı qıraqda. Amma sinxron tədrisdə onu elə bilməyəcəksiniz. Siz sinxron tədrisdə hamınız qoşulmusunuz, məcbursunuz ki, dərsdə sual-cavabda iştirak edəsiniz. Canlı dərsdir. İştirak eləməlisiniz. Sinxron tədrisinin elə bir mənfi xüsusiyyəti yoxdur. Sinxron tədrisin belə mənfi xüsusiyyəti ola bilər ki, bax, müəllimlərin çoxu elə olur ki, internet problemi yaşayır. Hamı eyni vaxtda qoşulmalıdır axı. Məsələn, eləsi var, internet problemi olur. Deyir, müəllim, mənim internetim zəif tutur, müəllim, sizin səsiniz yaxşı gəlmir. Və yaxud da ki, bax, bu kimi problemə yaşaya bilər. Və yaxud da ki, sinxron tədrisdə çox adam olanda, misal üçün, qruqum dərsləri var da, özünüz bilirsiniz, yaxud da tarix dərsi, mən kesin deyirəm. Bir qrupda olur 30 nəfər, 40 nəfər, 20 nəfər. Yığırlar bir yerə, vur çatlasın. Hamının səsi qarşı bir-birinə ki, dərs də keyfiyyətsiz olur. Doğru düzgün müəllim heç kimdən maraqlana bilmir. Hamını bir növ yola verir. Hamıya 1 dəqiqə, 2 dəqiqə vaxt ayırır, yola verir. Bu da olur, yəni sinxron tədrisin mənfi xüsusiyyətində adam sayının çox olması onun keyfiyyətini aşağıdır. Aha, bu da oldu sinxron və asinxron tədrisimizin müsbət və mənfi keyfiyyətləri. Bir də var müəllimlər, hibrid təhsil. Hibrid təhsil bu ikisinin qarşılığıdır. Sinxronla asinxron qarşılığı. Necə yəni qarşılıq? Hibrid təhsil asinxron formada başlayıb, sinxron formada bitir. Bu necə başa düşək? Asinxron formada başlayır, sinxron formada bitir. Müəllim materialları göndərir qrupa. Video material olsun, PDF-lər olsun, testlər göndərir. Deyir, bunları tutaq ki, tapşırıqları icra eləyin, yerinə yetirin. Və tutaq ki, həftədə bir dəfədə sinxron dərs təşkil edir. Deyir ki, həftədə bir dəfədə mən Zoom üzərində canlı dərs təşkil edəcəm. İndiyə kimi verdikləri materialları canlı olaraq soruşacağam sizdən. Müəllimlə şagird artıq canlı ünsiyyətə gedəcək.
Aydın oldu hibrid. Burada deməli həm sinxron tədris tətbiq olunur, həm asinxron. Asinxronla başlayır, sinxronla bitir. Yekununda da müəllim indiyə kimi verdiyi materiallara sual cavab verir. Və adətən məsələn bir neçə qrup müəllimləri hibrid təhsildən istifadə edir. Materialları göndərir, deyir gedin öyrənin, nə bilim, nağarsız eləyin. Həftə bir dəfə də mən sizə dərs təşkil edəcəm. Həftə bir dəfə indiyə kimi öyrəndiklərimizi sual cavab eləyəcəm, müzakirə edəcəm və salam. Bu da canlı olaraq olur sizin hazırlığınız. Bu da olur hibrid təhsil. Bu da oldu bizim tədris formalarımız sinxron, asinxron və hibrid təhsil. Bu tədris formasından bu qədər. Burada nəsə qaranlıq qalmadı ki, müəllimlər sizdə? Xeyr, müəllimə. Aha, aydın Xeyr, oldusa, nə gözəl, əla. Bir də sizə bu sorğu və araşdırma əsaslı tərimi də deyəcəm. Bu da çox asan, deyirəm qoy bu qalmasın. Aha, bu haqda da məlumat verəcəm. Sorğu və araşdırma əsaslı təlim müəllimlər. Adından göründüyü kimi burada sorğu var, araşdırma var. Baxın, burada bir dəqiqə. Hə, burada nə var? Müəllim ilk öncə bunun addımlarını deyim sizə. Yönləndirmə var, əsas sualın qoyulması, sonra araşdırma, nəticə, müzakirə. Bu nədir? İlk öncə yönləndirmə müəllim üzərində düşən bir məsuliyyətdir. Bunu bir növ motivasiya kimi də qəbul edilir. Dərsin motivasiyasının qurulması. Müəllim şagirdləri problemə yönəltməlidir. Elə cəlb eləməlidir ki, şagirdlərdə maraq oyansın problemə ki, bu axı artıq uzun müddət bunun araşdırmasına gedəcək də vaxt. Ona görə ki, uşaqlara maraqlı gəlsin, diqqətini cəlb eləməlidir. Bir növ yönləndirməlidir problemə. Və bu yönləndirmə o yönləndirmədir. Uşaqların diqqətini müəllim çalışmalıdır ki, problemə yönləndirsin, cəlb edici eləsin, maraqlı eləsin. Bu oldu bizim yönləndirmə mərhələmiz. İkinci mərhələdə əsas sualın qoyulması və yaxud da hipotez, fərziyyədir. İkinci addımda müəllimlər artıq məsəl üçün problem qoyulub. Hələ araşdırma aparılmır ha. Sadəcə deyirəm ki, uşaqlarda hər kəs öz fərziyyəsini, fikrini irəli sürsün. Burada yəni fərziyyə deyirik də, dəqiq ola da bilər, olmaya da bilər. Ona görə fərziyyə deyirik, hipotez deyirik. Problemi qoymuşuq, hələ araşdırma aparmadan hər kəs öz fərziyyəsini, fikrini irəli sürdü. Aha, növbəti addımda artıq gedirik araşdırmağa. Hər kəs öz fikrini, fərziyyəsini doğru yanlış irəli sürdü. Növbəti addımda gedirik araşdırma eləməyə. Növbəti addımda araşdırmada artıq dərindən araşdırma gedir. Problemin araşdırması gedir və əlimizdə nəticəni əldə edib sonra onu müzakirə edirik yekunda. Müəyyən bir araşdırma nəticəsində nəticə əldə elədik. Yekunda da nəticəmizi əldə etdiyimiz nəticənin müzakirəsi olur. Ümumiyyətcə belə deyim müəllimlər, müzakirə sonuncu addım kimi verilsə də, bax, bu mərhələlərin yönləndirmə olsun, əsas sualın qoyulması, araşdırma, hər birində görürsünüz də müzakirə var. Hər birində müzakirə gedir. Ona görə deyirik ki, müzakirə əslində hər birində var, amma yekun olaraq ümumi nəticənin müzakirəsi gedir. Gəlin bunu bir nümunə üzərinə gedək. Burada məsələn hər hansı bir nümunə veriblər, bitki ilə bağlı nümunə. Deyək bir dənə A bitkisi, B bitkisi var. Bunları eyni vaxtda dibçəyə əkirlər. Eyni vaxtda dibçəyə əkirlər. Amma bunların deyir inkişafı fərqli gedir. Fərqli. Digərlərinə fərqli deyil. Məsələn, bir-birindən fərqli gedir inkişafı. Uşaqlar indi araşdırmalıdır ki, görəsən məsələn eyni vaxtda əkmişik də bu bitkini. Niyə ayrı-ayrı? İndi başlayırlar araşdırmaya. Hələ məsələn problemi qoydular. Başlayırlar araşdırmağa. Məsəl üçün araşdırmada görürlər ki, otağın biri məsələn vaxtı-vaxtında araşdırırlar ki, bitkinin inkişafı üçün vaxtı-vaxtında suyun verilməsi var. Sonra gün işığının qəbul etməsi var. Gün işığı vaxtı-vaxtında qəbul eləməlidir bu bitkilər. Bu yəni eyni vaxtda bu bitkinin inkişafı üçün əsas xüsusiyyətlərindən biridir. Bunu araşdırırlar. Və sonra məsələn növbəti nəticəyə gəlirlər ki, araşdırma nəticəsində görürlər ki, məsələn vaxtı-vaxtında hər ikisinə dibçəyə su verilir. Amma yenə biri digərindən ləng inkişaf edir. Sonra nəticəyə gəlirlər ki, demək bunlarda gün işığı, otağın birinə gün daha çox düşür, birinə daha çox düşmür. Bax, bu nəticəyə gəldilər. Bu nəticədir. Və yekunda da o nəticəni müzakirə edirlər. Yekunda da nəticənin müzakirəsi var. Bu da oldu bir nümunəmiz. Və bir də müəllimlər, sorğu araşdırmada 5Y modelindən də istifadə edirlər. 5Y modeldə adətən təbiət elmlərində, təbiət fənlərində daha çox istifadə olunur. Burada da 5Y ingilis dilindən hərflərinin baş hərflərindən götürüb, ona görə 5 dənə E ilə başlayan sözdür ingilis dilində. Amma bizim dildə başqa-başqa adlardır. Məsələn, bizim dildə maraq oyatma, ingilislərdə engage-dir, bizdə araşdırmadır ikinci addım, onlarda explore-dir, bizdə izah etmə, onlarda explain-dir, bizdə dördüncü addım möhkəmləndirmə, onlarda elaborate-dir.
Bizdə qiymətləndirmədə, onlarda evaluatedir. Deməli, maraq oyatmada birinci mərhələdə bildik ki, uşaqların diqqətini bir növ onun kimi digər mərhələ kimi diqqətini cəlb eləyirik, maraq oyadırıq, araşdırma mərhələsindən başlayırıq, sonra əldə etdiyimiz materialların izah etmə mərhələsidir, dördüncüdə möhkəmləndirmə, beşdə də yekunda şagirdlərin əldə etdiyi materialları, tapşırıqların qiymətləndirilməsi və dəyərləndirilməsi həyata keçirilir. Və müəllimlər, bir də sorğu araşdırma əsaslı təlimin müsbət cəhətləri var. Bu müsbət cəhətlərini deyim, müsbət cəhətlərinə baxaq. Müsbət cəhətlərindən biri deyir ki, öyrənmə prosesi şagirdlərə daha maraqlı və mənalı gəlir. Çünki niyə? Çünki ilk öncədə başlıqda şagirdlərin biz diqqətini müəyyən bir maraqla cəlb eləmişik. Cəlb etmə var axı birinci, maraq oyatma var, belə deyim. Sonra məsələn, şagirdlər deyir, cəlb olunduqları fəaliyyətlərdə təcrübi bacarıqlar əldə edirlər, bəli. Məsələn, müəyyən bacarıqlar, təcrübələr əldə edirlər, bura araşdırma əsasında. Niyə? Baxın, təcrübə əldə etdilər ki, uşaqlar tək su verməklə deyil bitkilərə, həmçinin də işığın da böyük rolu var. Demək, birindən işıq az düşüb, birindən çox düşüb, ona görə inkişaf birində az, birində çox gedir. Sonra müəllimlər şagirdlərin inkişafını daha açıq müşahidə edə bilir. Bəli, müəllim müşahidə edir şagirdlərin iş icrasını. Görür ki, məsələn, harda səhv elədi, harda düz elədi. Müəllim lazım gələndə müdaxilə də edir, köməklik də göstərir. Yəni burada deyir şagird mərkəzli olsa da müəllimin əhəmiyyəti burada böyükdür. Yəni araşdırma, sorğu araşdırma əsası da müəllimin də əhəmiyyəti böyükdür. Bu da belə müəllimlər. Bu gün mövzumuz asan idi deyə bunu da əlavə olaraq verdim sizə. Bugünkü mövzumuz bu qədər. Kimisə başqa